Gölü görüb nəzərə almaq lazım idi. Göl də qalxdıqda bu tərəfdə evləri basır. Torpaq nəmdə axı, hamısı axıb dolur. Bu evin altındakı su da, hə? Kim zəmanət verir ki, bu uçmayacaq, çökməyəcək? Bu ev gələcəkdə belə su içində qalmasın deyə nə eləmisiniz? Bu evlərin tikildiyi yerlər nə qədər təhlükəlidir və ya təhlükəsizdir? Bu evlərdə suyun içində qalmayacaq deyə belə bir zəmanət var yoxsa? Bir müddət əvvəl yağan yağışlardan sonra Bakının kənd və qəsəbələrində bəzi evlər su içində qaldı. Bəli, həyətləri, zirzəmləri, hətta evləri belə su bastı. Kəndin içi köy su basmışdı da su qardaş. Bu cəmaatın evinin altı suyun içindədir. Cəmaat motorla vurur gölə. Göl də qalxdıqda bu tərəfdə evləri basır. Yağan yağışlar zamanı burada çox iyrənc bir vəziyyət idi. Yağışın suyunu bunun vasitəsilə biz çəkib aralaşdırırıq burada. Bunu da hazır saxlamışıq. Çünki yağışda havalar hələ də davam edir. Padvallar su ilə dolu. Evlər tikilib faktiki olaraq gölün üzərində, gölün ərazisində. Yağan yağışlardan sonra vəziyyət mənzərə göz qabağındadır. Yəni, buradan torpaq alıb ev tikəndə və yaxud da hazır ev alanda gölü görüb nəzərə almaq məncə lazım idi. Göl nəzən tikilib də, vaxtında icazə verilib, tikilib. İndi də göl qalxıb. Yağışlar zamanı həyəti su bastı mı, yoxsa? Əlbəttə bastı. Çox idi. Çox idi. Əraziyə baxırıq, hər yer sudur da. Bir tərəfdə göldür, digər tərəfdə yenə göldür. Yəni bir gölün ərazisində ev tikəndə və bu gün yağış sularının qalması normaldır mı sizcə, yoxsa? Göz qabağındadır da, evlər suyun içindədir. Ziyanın yarısından qayıtmaq xeyirdir deyən bəzi vətəndaşlar isə artıq evlərini satmaq haqqında düşünürlər və hesab edirlər ki, növbəti belə bir yağış yağsa vəziyyət daha pis olacaq. Hal-hazırda elə bizim küçədə hardasa hesablasaq bir 6-7 nəfər hazır dayanıb ki, yağış olmayan aylarda satsınlar gedir. Biri mən. Aldığım evin 3 qatını qoymuşam onun üstünə ki, evə oxşadım da. Oxşadmışam, mən də şəxsən satmaq istəyirəm. Yox, hara gedəsi deyə güya. Satıb hara gedəsi. Bu iş sudur, yolun o sudur, hər tərəf sudur da. Satıb qaçmaq istəyirlər, bəli. Satmaqla kim alacaq? Gölün içində heç kim almaz. Olmayacaq. Yox, yox. Suyun içində kim alar? Artıq yaxın günlərdə həmin ərazilərdə mövcud olan əmlakların kütləvi surətdə satışa çıxarılacağı gözlənilir. Bu hal kütləvi olarsa, həmin əmlakların bazar dəyəri normal bazar dəyərindən daha aşağı qiymətə dəyərləndiriləcəkdir. Amma bu o demək deyil ki, Bakının kənd və qəsəbələrində bütün ərazilərdə torpaq alıb ev tikmək və yaxud da hazır ev almaq olmaz, təhlükəlidir. Bəs bunları edərkən, ev alarkən və yaxud da torpaq alıb ev tikərkən nələrə diqqət etmək lazımdır? Əsas yerinə baxmaq lazımdır. Bugün çökəkdə tikirsə, sab onun günahı onun özünündür. Fəlakət gəldi, yağış gəldi. Birinci çökəkdə olacaq. Maklerlər elə vaxtlarda satırlar ki, evləri ki, quraqlıq olur. Məncə ən ağıllı, normal vəziyyət odur ki, yağış aylarında ev alınsın ki, biləsən ki, həmin yerlərdə su yığılır ya yığılmır. Yəni, yayda bilmirsən də təhlükə, növbət təhlükə. Bilinmir. Çünki fikirləşə bilmirsən axı ki, belə düz yerdə su yığıla bilər. Amma yağış yağan kimi öz effekti göstərir ki, su yığılır, qalır, cəmaət də başlayır əziyyət çəkməyə. 4 ev tikilir, onun qarşısı su ilə dolu idi. Bir həftəyə yaxında oradan su çəkirlər. Hələ qurtarmayıblar, yenə də su yığıntıları qalır. Kimsə də gəlib bu hazır ev alacaq, bilməyəcək ki, yağış yağanda bu problem olur. İnsanlar da ona allanır da, paket çıxarışlı deyirlər, torpağın sənədi var, evin sənədi var. Bu sənədi verən orqan gəlib bir yerinə bir baxmıraq ki, bu hansı ərazidir, su yığılır, qalır, nə olacaq. Həmin o əziyyəti, biz çəkdiyimiz əziyyəti, o 4 dənə ev, tikilən evlər də çəkəcək. Ev tikirsiniz də, yeni evdir, xeyirli olsun. Kimsə gəlib bu evi alacaq, yaşayacaq. Bəs bu ev gələcəkdə belə su içində qalmasın deyə nə eləmisiniz? Altına bir bərkitmişsiniz, eləmişsiniz, yoxsa? Deyirlər, bura göl ərazisidir, bura su basır. Yox, faktda ev tikilir, kimsə gəlib bu evi alacaq. Bəs o adam bilməyəcək ki, bu tikilir suyun içində. Sabah da yağış yağanda... Vətəndaşlar hər hansısa bir fərdi yaşayış evləri və yaxud torpaq sahələri alarkən mütləq şəkildə həmin əmlakın sənədini yoxlamalı. Hər hansısa bir ərazidə satışa çıxan fərdi yaşayış evinin çıxarışı varsa və çıxarışda torpağın təyinatı yaşayış məntəqələri, torpaqları kimi qeyd olunubsa, artıq bu ərazilərdə bütün növ kommunikasiya xətləri ilə təmin olunub və hər hansısa bir yağış və yaxud digər təbii fəlakət zamanı bu tip evlərin zərər görməsi daha minimal hesablanır. Başqa bir tərəfdən isə mənzillər alarkən mütləq şəkildə onun yerləşməsi, infrastrukturu, kommunikasiya xətlərinin nəzərə alınmalıdır. Əgər ərazi tamamilə çökək ərazilərdə yerləşirsə, bu tip ərazilərdə də gələcəkdə hər hansısa bir
güclü yağışlar yağacaqsa, həmin ərazilərdə də mənzillərin su basmaya məruz qalma ehtimalı daha böyük ola bilər.